Salamünaleyküm əziz izləyicilər. Bugün biz sizə xüsusi bir yemlənmə haqqında məlumat verəcəyik. Yemlənməmiz nədən ibarətdir? Xüsusi bir rasionla gedirik ki, bizim burada alacağımız quzular bozarmış quzulardır. 20-25 kiloqramlıq quzuları siz əldə edirsiniz və bu quzular üçün xüsusi bir plan yazılacaq. Plan nədən ibarət olacaq? Onları sizə qısaca bir məlumatını vereyim. Biz müalicəsini elətdiririk sizə. Ondan sonra yem rasionu yazılacaq. Yem rasionunda bizim məhsulumuz olan panqodan istifadə olunacaq və xüsusi bir yemlənməyə cavabdehik. Çünki burada amino asidlərdən ibarətdir. Amino asidlər neyəcək? Daha yaxşı iştahını açacaq. Verdiyimiz yemdən yararlanma faizimiz daha yüksək olacaq və bunun sayəsində də heyvanlarımız bizim tez inkişaf eləyəcək sırf amino asidlərdəndir. Və amino asid mədədə parçalanma funksiyasını daha çox yerinə yetirdiyi üçün bizim yemdən yararlanmamız da daha yüksək olacaq inşallah. Yem rasionu da hazırlayandan sonra sizə gündəlik olaraq planlama verəcəyik ki, 60 gün ərzində keçidlər olacaq. Keçidlər 5 günü əhatə edir. Hər 5 gündən bir bizim məqsədimiz otun səviyyəsini aşağı salmaq, yemin səviyyəsini isə yuxarı qaldırmaq olacaq və bunun sayəsində də sizin heyvanlarınız daha mükəmməl şəkildə, potensial şəkildə kökələ biləcəklər. Təsərrüfatçıların əsas problemləri nədən ibarət olur? Düzgün müalicə tətbiqi olmur. Quzular 20 gün, 25 gün, hətta 1 ayına kimi müalicədə saxlanılır. Bunlar hamısı səhv fikirdir və səhv istiqamətdə gedilir. Bizim müalicəmiz cəmi cümlədən 14 günü əhatə edir və 14 gündən sonra sadəcə olaraq yenidən biz qurd əleyhinə yeni bir müalicə tətbiqi elətdiririk. Yəni heç bir problemləri olmur quzuların. Quzularınız niyə kökəlmir sualına isə cavabda. Birincisi, müalicə tam-tamına düzgün formada aparılmır. İkinci, yemlənməniz səhvdir. Tək arpa heyvanın kökəlməsində çox mühüm rol oynamır. Səbəbi nədən ibarətdir? Protein faizi çox aşağıdır və nişasta tərkibi çoxdur və bunun sayəsində mədə bağırsaqda pH səviyyəsi çox yuxarı qalxır və əsasən də asidoza, yəni köpməyə gətirib çıxardır. Köpən heyvan isə müəyyən bir nöqtədə geriləməyə düşür, ağrıları olur və müəyyən bir nöqtədə isə dırnaq problemləri yaranır və heyvan çəki əldə eləmir. Yaxşı, tutaq ki, deyək ki, heyvanınız arpa ilə müəyyən bir nöqtədə kökələ bilirlər. Amma ki, boy səviyyəsi artmır və içərisindən aşırı dərəcədə pi çıxardırsınız. Bunun səbəbi isə protein səviyyəsinin aşağı olmasıdır. Heyvan yerində sayır və biz istiqamətimizi niyə görə bozarmış quzulardan götürürük? Bozarmış quzularda çəki artımı elə həmən gündən yemlənməyə başladığımız müddətdə bizə çəki artımı verir. Yerli heyvanlarda biz ortalama olaraq 7 kiloqram %95% alırıq. Yəni bu nə deməkdir? 100 dənə sürümüz varsa, 100 qoyunumuz varsa, 100 qoyundan %95 dənəsi biz dediyimiz çəkiləri əldə edirik. Yerdə qalan 5% isə əlbəttə ki, 5 dənəsi ola bilər ki, müəyyən bir çatışmamazlıq olsun və s. burada problemlər yaranır. Sonradan mədə bağırsağı düzgün şəkildə çalışdırmalıyıq və düzgün çalışdırmamız üçün isə premixdən istifadə olunmalıdır. Bəzi, məsəl üçün, baxıram videolarda kalsidən, minerallardan və s. istifadə edirlər. Bunlar lazım deyirlər, əslinə qalsa, sırf bordaq üzrə. Biz damazlıq üzrə baxmırıq, bordaq üzrə baxırıq və bordaq heyvanlarda bizim yemlənməmizdə tək amino asidin olması, formalaşması bizə nəticə verir və əgər
çox xırda quzular, yəni əmli istiqaməti olan quzuların yemlənməsini aparmaq istəyirsinizsə, biz hal-hazırda o işin praktikasını sürmüşük. Yəni məni tanıyan insanlar bilirlər ki, biz praktika aparmamış hər hansı bir rasionu önə çıxartmırıq. Bizdə burada əmlik quzuların planlanmasında süd verimi, quru süddən istifadə olunur və yemə keçid baş verir və burada səbətlik quzunun satışı formalaşır. 25 kiloda biz bordaq sistemini dayandırırıq, həmin quzuları satışa veririk. Bunun əziyyəti bir balaca çoxdur. Nəyə görə də mən sizə bizlə bordağa işləyəndə əmlik quzuları məsləhət görmürəm, bozarmış quzuları məsləhət görürük. Çünki ani bir süddən kəsim heyvanın pauzaya salır və geriləməsi olur. Kim nə deyir desin, istəyir qızıl yedizdirin, 18-20% proteinli yem yedizdirin, mümkünatı yoxdur. O müəyyən bir yem kütləsi var. Müəyyən yem kütləsi nə deməkdir? 100 qramla heyvana yem verməklə siz onu kökəltməyə istiqamət vermirsiniz. Ən azından 25-35% çəkisinin də burada yem planları bizlə işləyəndə biləcəksiniz əlbəttə ki. 30%-lə 25%-lə gələndə biz gündəlik olaraq çəki artımını hesablamağa başlayırıq. Əmlik quzular isə çox az bir yem yeyir və burada isə geriləmə baş verir. Ona görə mütləqli şəkildə quru süddən istifadə olunmalıdır. Bəzi təsərrüfatçılar yenə də deyirlər ki, məşğul ol, amma burada müəyyən bir səviyyədə 60 gün ərzində yox, 70 hətta 80 günə kimi gəlib kökəlmələrini çıxarda bilir ki, həmin quzularda 70-80 gün ərzində 40 kiloqram çəkiləri əldə eləmiş olurlar. Amma bozarmış quzularda isə biz təmiz bambaşqa bizim müştərilərimiz var ki, hətta 45-ci, 50-ci gündə də biz dediyimiz çəkiləri ala bilirlər. Bizim məqsəd 40 kilonu keçmək deyil, 20-25 kiloqramlıq quzuları 40 kiloqram səviyyəsinə gətiririk və bundan sonra isə satışını həyata keçiririk. Özüm haqqında da qısaca bir məlumat verim. Özüm həm zootexnik, həm də baytaram. Yemlənməyə xüsusən də cavabdehəm. Baytarlıq sahəsində yəni hər şeyi düzünə danışmaq lazımdır. Yeni bir praktikalar əldə edirəm, öyrənirəm və Allahın izni ilə inşallah tez bir zamanda xüsusi bir aparatımız gələcək ki, uza heyvanların boğazlığının yoxlanılması və konkret qaranti ilə əgər heyvanlarınız belə deyək, kəl istəmirsə, problemləri olursa, maya tutmursa və bunun müalicəsini də eləyəcəm və %95% qaranti verəcəm ki, qızğınlığa gəlməsi, heyvanlarınızın tam sağlam şəkildə doğulması. Çox vaxtı buzovları öldürürsünüz, emlənməni bilmirsiniz, bir çox səbəblər olur. Quzularda da həmçinin bu il biz təzə başlamışıq quzu doğum mərhələsində. Şükürlər olsun ki, 250 baş qoyundan cəmi cümlədən bir dənə quzu öldürmüşük və bir quzunun öldürmə səbəbi isə nədir? Çox təəssüf olsun ki, taxtanın arasında qalaraq boğulub ölmüşdü. Bizdə quzu ölüm sayı demək olar ki, 0%-dir. Çünki düzgün yemlənmə, düzgün praktika, düzgün müalicə şəraitləri, bəslənməsi olduğu üçün bizdə bu cür ölüm faizləri aşağıdır və cəmi cümlədən isə qoça gəlməyən, bizi alladan 4 dənə qoyunumuz oldu ki, onlar boğazlığını göstərdilər, amma yekə qarın idilər. Biz də allanmışdıq, aparatımız yox idi. Ona görə müəyyən bir səviyyədə olmuşdu. İndi yavaş-yavaş biz də təkmilləşirik. İnşallah Allahın izi ilə kim mənlə işləmək istəyirsə 050 891 3535 nömrəsi ilə əlaqə saxlaya bilər. %95% qaranti verirəm, yemlənməyə cavabdehəm ki, siz mən dediyim kimi heyvanlarınıza baxın, super şəkildə də inkişafınız olacaq heyvanlarınızda. İzlədiyiniz üçün təşəkkürlər. Ekranı bəyənməyi və videonu paylaşmağı unutma ki, ətrafımız daha da böyüsün. Təşəkkürlər.